Azərbaycanın ən yaşlı sakinlərindən biri Xaçmazda yaşayır. Rayonun Nağoba kəndinin sakini Qızpəri Əmrahovanın 114 yaşı var. Qızpəri nənə əslən Dağıstanlıdır. Nağoba kəndinə uşaq vaxtı gəlib. Həddi buluğa çatanda isə özündən 1 yaş böyük Əmrah Əmrahovla ailə həyat qurub. Onların 3 oğlan, 3 qız olmaqla ümumilikdə 6 övlad dünyaya gəlib. Əmrah baba 2002-ci ildə 91 yaşında dünyasını dəyişib. Qızpəri Əmrahova kənddə zəhmətkeşliyi ilə tanınıb. Hamının xeyir şərinə yarayan xanımlardan olub. Sovet dönəmində qabaqcıl kolxozçu kimi medalla təltif edilib. Onun bişirdiyi dadlı lavaş çörək kəndin toy məclislərinin bəzəyi olub. Qızpəri nənənin qızı Xurma Məmmədova deyir ki, anam son illərədək özünü gümrah hiss edirdi. Həyat bacıya çıxırdı, toyuq cüzə saxlayırdı. Bu qardaşım üçün ev tikəndə o vaxtı, o yaşda özü məsələn ustanın qulluğunda gəzirdi. Hər şeyi özü eləyirdi. Biz yaxında idik, uzaq idik. Özü gəlirdi, gedirdi. Bu evdən atam evi biraz aralı idi. Özü tək gəlirdi, gedirdi bura. Özü hər şeyi həll edirdi. O qədər dirbaş idi, bacarıqlı idi. Son illərdə biraz zəifləyib. Yeməyi də indi də maşallah, yeməyi yaxşıdır. Hər şeydən çəkinmirdi, belə yeyimcildir. Ailə üzvləri Qızpəri Əmrahovanın uzun ömürlü olmasını kənd həyatı, həmişə fiziki işlə məşğul olması və təbii qidalanması ilə əlaqələndirirlər. Cavan vaxtında sahədə olub, bir də ki evdə. Bizi o çox işlətmir. Özü işləyirdi ki, bizi işlətmirdi. Bizi çox ərkibən saxlayırdı. Malqara saxlayırdı, sahəyə gedirdi, evdə işləyirdi. Toylarda olanda toylarca çörək pişirirdi. 16 nəvəsi var. Onun 4'ü Rusiyada olur. 27 nəticəsi var. Bakıda oxuyurlar, institutda oxuyan var. Əskərlikdə olan var nəticələrdən. Nəvələrdən biri vayan idi. Bakıda vayan idi, hərbçidir. Səhər saat 8-də duran vaxtı var, 9-da duran vaxtı var. Durub birinci çıxır bayrağa, üzünü əlində duyub, gəlb oturur. Getirir çayın qoyuram, süt qoyuram, çörək də qoyuram. Yiyir. Saat 11-də çay istəyir. Seyran çay getir, çayını da qoyuram. Gün ortada toyuq supu eləyirəm, küftə eləyirəm. Gün ortada xurəgin də eləyir. Axşam saat 5-də yenə də çayın verirəm, xurəgin verirəm. Saat 6 olan kimi yatır. Yatır, yaxşı gündüz yatır, gecə də yatır, narahat da gör. Hazırda Xaçmazda yaşı 100-ü keçən cəmi 2 sakin yaşayır. Onların hər ikisi qadındır.